Müxtəlif ölkələrin nazirləri və hökumət rəsmiləri tərəfindən milli bəyanatlar səsləndirilib. Əsas məqsəd şəhərlərin gələcəyi ilə bağlı milli strategiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarət olub. Şəhərlərin inkişafı, iqlim dəyişikliyinin bu sferaya təsiri, sosial və məskunlaşma bərabərliyi, eləcə də dayanıqlı infrastruktur tətbiqi kimi mühüm mövzulara həsr olunmuş diskussiyalar zamanı müxtəlif ölkələrin nümayəndələri urbanizasiya problemlərinin həlli yollarını, yeni layihələri və dövlət siyasətlərini paylaşıblar. Vurğulanıb ki, bu platforma həm də ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və təcrübə mübadiləsinə şərait yaradır. Nazirlərin bəyanatlarında xüsusilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, yaşıl və ekoloji təmiz şəhərlərin qurulması, nəqliyyat sistemlərinin təkmilləşdirilməsi və əhalinin rifahının artırılması kimi məsələlər ön plana çıxıb. Bununla yanaşı inkişaf etməkdə olan ölkələr urbanizasiya prosesində qarşılaşdıqları çətinliklər barədə bildirib və bu problemlərin həlli üçün beynəlxalq dəstəyin vacibliyini vurğulayıblar. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası öz işini davam etdirir. Hazırda isə Dəyirmi Masa A otağında, bu diskussiya zalında yüksək səviyyəli görüş keçirilir. Ölkələrin nazirlərinin milli strategiyalar haqqında danışdıqları diskussiyadan bəhs edirik, hansı ki, bu çərçivədə ölkələrin şəhərsalma, davamlı inkişaf və urbanizasiya sahələrində öz mövqeləri və planları açıqlanır və burada qeyd edək ki, bir çox həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrin baş nazirlərinin, nazir müavinlərinin və məhz şəhərsalma sahəsi ilə məhsul olan şəxslər öz çıxışlarında həm indiyə qədər keçdikləri proqresdən, həm gələcəyə dair planlardan, həm də mövcud problemlərdən və həll yollarından bəhs eləyirlər. Elə qeyd etmək istəyərdim ki, günün ilk çıxışlarından biri Kambocanın baş nazirinin müavininin çıxışı oldu və hələlik isə bu formatda müzakirələr elə məhz bu yüksək səviyyəli bir formada davam eləyir. Çıxışlar zamanı daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün beynəlxalq əməkdaşlığın və birliyin əhəmiyyəti vurğulanıb. Tədbirin təşkilində göstərdiyi yüksək peşəkarlığa görə Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramına təşəkkür edilib.